Salam aleykum gözəl xanımlar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Xoş gördük sizləri. Kanalıma, evimə, mətbəximə xoş gəldiniz. Necəsiniz? Gözəl xanımlar, bugün ayın 7-sidir. Axşam saat 20:58 dəqiqədir. 9-2 dəqiqə qalır. Səsimi indi yazıram. İnşallah ki, yüklənər, izləyərsiniz. Yəni mən çatdıra bilmirəm. Heç cür 8-də, 9-da videomu sizlərlə paylaşa bilmirəm. Çünki siz bu videonu izləyəcəksiniz. Mən başqa videolar çəkirəm xanımlar. Məsələn, bugün nə işlər görmüşəm, dünən nə işlər görmüşəm. Məsələn, bunlar dünən yox, sırağa gün. Alışverişdən ki gəldi, son videomu paylaşdığımda, yəni gördünüz, alışverişdən gəldi də sizə heç bir şey göstərmədim. Ondan sonra ətlər çəkdim, yerbəyer elədim. Aldıqlarımı axşam idi, hamı yatandan sonra. Mən rahat sakitçilik edirəm bunları, bu hissələri. Çəkdim, düz səhərə qədər xanımlar. Arada sübh namazında namazımı qıldım. Sabah açılır, indi görəcəksiniz də havanın işıqlığından. Mən bitirdim, sonra da yemək bişirdim. Yəni elə yemək də göstərmədim, elə qısa yemək hazır formasını sizlərə göstərdim. Sağollaşdım ki, gedim 1-2 saat dincəlim dünən. Sonra yenə videolar çəkdim. Bugün bütün gün videolar çəkmişəm. Yəni axı mən boş olmuram, tez montaj edim, tez sizlərlə paylaşım. Ona görə gözəl xanımlar, yəni çatdıra bilmirəm. Belə. Neyinirsiniz, necəsiz? Xanımlar, burada paketlər sanki eyni paketlərdə açılır, yox. Keçən videoda gördünüz də, hər makarondan, hər vermişeldən 2 paket alıram. Bunlardan 4 paket almışam. Ona görə təkrar kimi görünər sizə. Belə gözəl xanımlar, bəzi xanımlar deyir, elə paketlərdə saxlayın. Bilmirəm gözəl xanımlar, hərə yəni öz istəyinə uyğun. Mən elə illər öncədən belə eləmişəm. Belə açıram, tökürəm. İstifadə edəndə də istədiyimiz qədər götürürük. Yəni qazana əlavə edirik, bişiririk, qalanı qalır qabda. Məsələn, ağzı açıldısa o necə paketdə qalar? Bilmirəm də, mən belə edirəm, gözəl xanımlar. Necəsiz, neyinirsiniz? Mən axşam yağış yağırdı, bilmirəm sizlərdə yağış yağırdı, yoxsa yox. Deməli, dünənləri, günay sağ olsun, deməli, balkonu qəşəng pəncərələrini sildim. Mən həyəti tərtəmiz etmişəm, xanımlar göstərəcəm sizə. Yəqin növbəti videoda göstərəcəm də. Həyəti keçən videoda göstərdim, bütün otuydu da. Məndə heç vaxt elə olmayıb. Sadəcə günay dedim, amma qəşəng görsənir, yaşıl görsənir. Sonra dedim, yox, mən elə xoşum gəlmir. Həm də ilan, xanımlar, mən ilandan çox qorxuram. Həyatımda ən çox qorxduğum oddur, sudur, bir də ilandır. Dedim, Məlik də gedir, oynayır, yox. Tərtəmizdə həyət. Məsələn, mən o işlərimi görəndə, başqa işlərimi görəndə günayda mən pəncərədə artıq silə bilmirəm, xanımlar. İstəsəm silərəm, yəni da dolabları silirəm, çıxıram dolabları təmizləyirəm bu arada xanımlar. Elə bil məni döyüblər. Mən ağır çəkiliyəm, ay xanımlar, ağır çəkiliyəm. Səhdimdə problemlərim var, əyilirəm, qalxıram. Bu arada xanımlar, sizlər izləşən söhbət edirəm. Burada mən bilmədim. Çünki beynimdə rəhmət yanam demişəm, başqa fikirlərdir. Burada da açıram, da yerləşdirirəm, siz də kamerada çəkirəm. Amma fikrim başqa yerdədir. O bəziləri kimi yalandan demirəm, elə iş görəndə də zikr edirəm. Xeyr, mən zikrimə zaman ayırıram. Namazımdan sonra otururam, müəyyən bir vaxt zikr edirəm. 400 zikir, 500 zikir, nə qədər edə bilirəmsə. Amma iş görə o cahil kütləni anladım ki, mən əllərim iş görür, dilimdə mənim zikr edir. Gözümə bunu demirəm. Amma dinimdə qalıram. Amma onu deyənlər indi, bilirsiniz də kimi deyirəm, onu deyənlər indi artıq tərbiyəsizliyi təbliğ edir, dinsizliyi təbliğ edir, hicabı açıb o özü kimiləri hicabsızlığa cürətləndirir, dinin bir heç olduğunu göstərir. Yəni, o cür yalancı mələk kimi demirəm, dilimdə zikr edirəm. Yox, dərdim, sərim, problemim, keşkə dilimdə zikr edə bilsəm də, keşkə əllərimiz iş görən zaman elə dilimiz də həqiqətən zikr edə bilsə. Amma mən yalandan demirəm. Fikirlərimi beynimdə düşünürdüm və səhvən onu əlavə etdim. Mənim uşaqlarım da ətirli çay içmirlər, xanımlar. Bu arada hicabsızlara qarşı çox böyük belə
canlı açmaq istəyirəm, söhbətli video etmək istəyirəm. Sadəcə izlənmir deyə sonra özümü kötü hiss edirəm ki, sanki mən öz-özümə danışıram. Yoxsa o qədər sözlərim var ki, hicab açırlar, hicabsızlığı təbliğ edirlər. Dində olduqları zaman yalandan ideal dindar olduqlarını göstərirlər. Hicabı açırlar, bu dəfə dinin heç bir şey olduğunu göstərirlər. Onlara qarşı o qədər şiddətlə onları tənqid etməyim var ki, yəni belə bir söhbətlər etmək istəyirəm, sadəcə izlənmirəm deyə etmirəm. İzləməyəndə də insan özünü pis hiss edir ki, sanki elə özümə danışıram. Canlı açıram, gəlirlər təhqir edirlər. O cür dinindən dönən, o cür tərbiyəsiz təbliğ edənlərə haqq qazandırırlar, məni təhqir edirlər. Ona görə etmirəm, amma edəcəm. İnşallah araya salıb bir canlı açacağım. 5 insan da oradan nəsə müariflənsə böyük şeydir. Ona görə xanımlar fikirli idim, əlavə etdim, heç fikir vermədim. Siz demə ətirli çaydır, mənim uşaqlarım da ətirli çay qətiyyən içmir. Çox təsadüfən mənə belə, bəzən də mənimlə bir süfrədə olanda içirlər. Həm də səhər şirin çayda xanımlar, o gedmir axı, heç mənim özümdən şirin çay. Mən səhər ancaq dədə baba qaydası ilə yemək yeyirəm şirin çay. Yəni o ətirli çay olmur. Ona görə bir tər yığdım üzündən. Ətirli çayları ancaq mən içirəm. Belə gözəl xanımlar, yəni ki, bütün günü videolar çəkirəm, boş, dinsizliyi təbliğ eləmirəm, nə bilim nə, tərbiyəsizliyi təbliğ eləmirəm, cəmaatı nəyəsə çağırmıram, gül kimi işlər görürəm, həm evimin işi də görürəm, həm də sizin üçün kameraya çəkirəm. Ona görə boş vaxtım olmur deyə gəlir çıxır belə gec zamanlara. Olsun, onsuz da bu cür videolar mənim kimi, yəni doğru düzgün çəkilən videolar izlənmir. Ona görə də heç mənim üçün heç bir fərqi yoxdur ki, günorta paylaşım, axşam paylaşım, gec 12-də paylaşım. Elə o daimi izləyənlər də onlar da haçan olsunuz da izləyirlər. Belə gözəl xanımlar. Xanımlar, belə baxanda sanki elə bir şey görünmür. Amma axşamdan səhərə qədər vaxtım aldı, inanırsınız. Bunların hamısını bir-bir yudum. Maşında qablar var idi. Onları götürüb yerləşdirməli idim. Sonra bunları bir-bir oraya yığmalı idim. Elə mənə rahat gəldi ki, əlimdə yuyum. Əlimdə yudum, quruladım. Məsələn, elə şey var ki, böyük qabdadır, az qalıb, onu balaca qaba tökürəm. Onu əvvəllər bilirsiniz, mən də üzərini yapışdırırdım adlarını. Sonra məsələn, böyük qabda nəsə qalırdı, onu balaca qaba əlavə edirdim. O yazıya görə əlavə edə bilmirdim. O yazıları ləğv etdim, həm də gözümü yordu. Burada bulgurdur, uzun düyü deyirik, uzun düyüdür, şəkər tozudur, nə bilim makarondur. Sonra o düyün qarşısındakı yenə uzun düyüdür, tamaşa düyüsüdür. Digəri yumru düyüdür. Nə bilim orada görürsünüz də nədir. Burada xanımlar, məndə deməli 36 ədəddir bu şüşə qablar. 12 ədədi lap böyüklərdir. Onlar elə bil ki 3-3-dür. 4 ölçüdədir. 1 litrlik, 1 litr 200 milli, 1 litr 500 milli, 1 litr 900 milli. Sonra onlar 12 ədəd. 12 ədəd indi göstərdiklərimdir. Belə göstərirəm ki, yəni hər birinin içərisinə də dəfnə yarpağı qoymuşam. Bunlar da 12 ədəddir. 12 ədəd də bunlardan balacadır. O buğdadır xanımlar. Onu da şorbasını edirəm, çox dadlı olur. Belə də, yəni görürsünüz də əlavə etdiklərimi. Sarı kök tamamən unutmuşam, almamışam. Elə ikinci oğlumu göndərdim marketə elə bugün indi elə gətirib. Nə qədər şeylər yadımdan çıxmışdı, yazıb vermişəm ona, alıb. Xanımlar deyir, yazın, xanımlar, vaxtım olmur axı yazmaq. Elə rəhmətli anam demişəm, mənim başım kompüterdir. Edirəm, Məlik biraz məni yorur, ona görə marketdə unuduram. Yadımdan çıxanları da yazıram, oğlum gedir alır, işdən gələndə alırlar. Elə indi yazmışam, alıb, indi yenidən yadımdan çıxarsa sonra yazaram, alar. Belə. Bunlar da qara çörək otudur, küncütdür, sumaqdır, nə bilim, bu darçın, üydülmüş darçındır, nə bilim, qırmızı istiyot, qara istiyot, belə. Bu şüşələr 36 ədəddir, eyni olanlar. Digərlərdə 6-sı birdir, 6-sı birdir, sonra qırmızılar var lap. Heç YouTube'um yox idi, mən onları almışdım. Onları çox sevirəm, o balacaları. Bunların da içərisində nə bilim nanə var, damla şokolatı var, sonra orada nədir heç görmürəm, o var. Limon duzu var, şəkər pudrası var.
Bunların hamısını da yeni əski ilə siləcəm xanımlar, yığacam dolaba. Çünki elə yığmışam, qoymuşam bura. İndi bunları gedib dolabı siləcəm, bunları yerləşdirəcəm. Sonra makaronları da qoymuşam, kameranın arxasını görmüsünüz də nə gündədir xanımlar. Onları da yığacam stolun üstünə, dəzgahın üzərindədir, mebelin üzərində. Yığacam stolun üzərinə, yəni sizə son hallərini göstərəcəm. Sonra həmin dolabı silib onları yerləşdirəcəm. Gedirəm indi dolabı siləm, bunları yerləşdirdiyim dolabı. Xanımlar, mən deməli ön kamera ilə çəkmirəm, ona görə əziyyət çəkirəm. Ön kamera ilə bilmirəm. Mənim telefonum ön kamera ilə çox görürsüz necə çəkir? Bax, ön kamera ilə çəkmişəm. Ön kamera ilə çox bulanlıq çəkir. Ona görə mən məcbur oluram, arxa kamera ilə çəkirəm. Ön kamera ilə çəkəndə də rahat olursan, özünü görürsən də, özünü görürsən. Məsəl üçün, nə qədər kameraya düşmək istədiyi, yəni ayarlayırsan da. Məsəl üçün, görürəm ki, kameranın önünü kəsirəm. Məsələn, bəziləri indi mənə gömül deyirlər, bəziləri olsun arıqdılar, heç vecdərinə deyil, özü ön kamera ilə çəkirlər. Kameranın önünü kəsirlər, neyin? Amma mən yox. Mən çalışıram ki, kameranın önünü kəsməyim ki, siz mənim gördüyüm işi görəsiniz. Ön kamera ilə yaxşıdır. Görürəm ki, kameranın önünü kəsirəm, biraz geri çəkilə bilərəm. Amma mən arxa kamera ilə çəkirəm deyə. İndi təsəvvür edin də, indi niyə deyirəm, elə bil məni döyüblər. Təsəvvür edin, stulu qoyuram, çıxıram, arxa kameranı ayarlamışam. Məsəl üçün, edirəm, belə deyək də, prova yapıram, gəlirəm, baxam, görəm, görünür, necə görünür, məni qane edir, mən kameranın önünü kəsmirəm, belə etmirəm. Xoşum gəlir, bir də yarayıram, bir də yerəm, yoxlayıram, bir də gəlirəm, bir də gedirəm. Bəzən xanımlar yazırlar ki, təmizlik videolarını niyə paylaşmışsınız? Gözəl xanımlar, təmizlik mənim hobbimdir. Təbii ki, evdə bu təmizliyi mən edirəm. Sadəcə kamera çəkmək mənə çox çətindir. Çox çətindir. Bu da əgər bir işdirsə, izlənmirsə, mən niyə o qədər özümü yorum? Bəs mən bunu video çəkməsəm, təsəvvür edin, hələ kondisioner işlətmirik axı. Təsəvvür edin, mən qan tər içərisində. Məsəl üçün, uzun qol giyinirəm, hicablı oluram, ürəyim sıxılır. Mən burada azaldıram səsini. O qədər uf edirəm, yoruluram. Amma kamera olmasa, bir dəfə çıxaram, sülərəm, düşərəm, yığaram. Məsələn, kamera var deyə, görüm hələ necə oldu, görüm necə göründü. Yenə də deyirəm, arxa kamera ilə elədiyim üçün mən axı görmürəm özümü. Kameranı qoyuram, gedirəm, gəlim görməli, yaxşı görünürsə mən davam edim. Yaxşı görünmür, bir dedirəm. Ona görə gözəl xanımlar, ona görə təmizlik videolarını çox çəkə bilmirəm. Yoxsa ki, təmizlik mənim yəni zövq aldığım bir işdir. Hər gün evimizdə gördüyümüz işlərdir. Belə gözəl xanımlar. Nələr ki, gec-gec istifadə edirəm, onları arxaya yığıram. Bir mənəm, bir Günaydı da. Səlgəli götürürük, səlgəli qoyuruq. Belə. Neyinirsiniz, necəsiz? Gözəl-gözəl rəylər yazırsınız. Allah sizdən razı olsun. Bu arada xanımlar, yarpaq ala bilmədim. 12 manat çox bahadır. Özdəki hələ yenə ağ şanı bilirib alırdım. Orada da qeyd etdim ki, mən yəni elə də deyim, tanıyıram, yox. Mən onu yiyəni də biləcəm. Da elə dediyimə də, o da sağ olsun da insaf elədir, dedi, ağ şanı deyil. Da ağ şanı deyilsə, bunu 12 manata niyə alım? Bacıma dedim, bacım işləyir xanımlar. Bacım gələndə gec olur. Bacım deyir, məsəl üçün, mən gəlirəm, yorğun oluram, evi tələsirəm. Təsadüfən bazara dedi, girdim, baxdım ki, 5 manata da var, 7 manata da var, 8 manata da var, 10 manata da var, bir-birindən fərqli. Məsələn, bacım alsın, onu mən necə göndərsin? O yorğun işdən gəlib. Bir də mənim oğlum, deməli, metron yanındadır iş yeri. Bacım bazarın yanında. O qədər yolu bir də gələ bilməz, yorğun yaşlı insandır, işdən gəlib. Məsəl üçün, həm də oğluma versin, oğlum gec onu gətirsin mənə, o qızışaraq, nə bilim, paketin içində o yanaraq. Ona görə, bilmirəm da, mən yarpaq belə olur, qoya bilmirəm. İndi düşünürəm, bacım evdə olan günü, elə biləm, bu gün evdəydi, bacım təmiz yadımdan çıxanımlar. Əslində, bacım 2-ci günlər evdə olur. Amma keçən fər mənə dedi ki, keçirmişəm bazar günü, hələ indi səsimi yazaraq xatırladım. Göy düşünürdüm ki, bacıma deyəm mənə alsın, elə taksi ilə mənə göndərsin. Vallahi, o mənə daha rahat olar. Elə alsın,
5 manat, 6 manat, 7 manat bunlar olandan alsın. Bir 5 kilo, 6 kilo. Toksi ilə də göndərsin də, mən neyniyim. Bax, tamamən unutmuşum. Bu gün evdə olub. Evdə olsaydı alıb göndərərdi. Amma işdən gəlincə bazar da saat 8-in yarısı gəlir. Bazar bitir də. Belə gözəl xanımlar. Yoxsa təmizlik hər zaman etdiyimizdə, amma eybi yox, hər videomda bir dənə də təmizlik əlavə edəcəm. Onsuz da evimin işidir də. Hər gün dolabların birini sildikcə çəkəcəm, sizinlə paylaşacağım. Bu arada xanımlar, xalt demək Günay balkonda pəncərələri sildi. Xalçalar götürdük, balkondakı xalçaları həyət atdıq, onlar çəkmişəm elə həyətdə. Güya mən bugün səhər duracağım, Məli yuxudan oyanana qədər mən 2 dənə xalçada yuyacaqdım onları. Məsəl üçün, bu gün sabah quruyar, 2 gün qəşəng quruyar. Məsələn, planlaşdırdım ki, sabah o birisi gündə Günayla üst xalçamı yuyaram. 2 gündə onlar qalar quruyar. Ondan da sonra koridordakını yuyaram və salam böyük xalçaları verib yudurdacam. Da indi onlar nazikdir, onlar özüm yuya bilirəm də, onlara da niyə verim, pul verim yudurdum. Xanımlar, gecə bir dənə yağış yağdı. Xalçanı da qoymuşuq düz padvalın qabağına, da ora vurmur da. Da deyim, balkon tərtəmizdə bir də çeşli xalçam gətib balkona qoya bilmərik. Elə qalsın orada heç nə olmaz. Ona görə məcburən yuya bilmədim. Elbdən axşam da yağış yağdı, düşüb çəkmişəm sizin üçün. Yəni mən hər gün video çəkdiyim üçün belə gecikdirirəm. Digər çəkdiyim videonu sizlərlə paylaşmağa gecikdirirəm. Evimin işidir, mən onlarda görməliyəm. Gördüyüm zaman da video çəkirəm. Bir də ki, gözəl xanımlar. Mən əvvəl tək idim. Məsələn, oğlanlarım üçü də səhər gedirdilər. Ən tez böyük oğlum gəldi, 9-da gəldi. Məsələn, mən saat 6-ya qədər, məsəl üçün, heç bir iş görmürdüm. Ancaq çəkdiyim, video çəkdiyim işləri birinci görürdüm. Məsələn, kamera arxası tör-tökündü, yəni onu etmirdim. Birinci çəkdiyim işi rahat-rahat görürdüm. Türklər demişlər, konsantrasyonum da pozulmurdu. Bilirdim ki, heç kim yoxdu evdə. Yəni, rahat işimi görürdüm. Saat 6-dan sonra o videolar tezləşdirir, tez-tez. Saat 9-a qədər mən evi də silirdim, süpürürdüm, təmizləyirdim, nə bilim, neynirdim ki, oğlum evə gələndə tərtəmiz olmalıdır, böyük oğlum. O bir iki oğlum qarışmır, amma böyük oğlum girdisə tərtəmiz olmalı. Darvazanın qapısı açıldısa, deməli, darvaza oğlum işdən gələnə yaxın 5 dəqiqə qalmış, mən gəlib darvazanı açıq qoyuram, öz elə deyir. Darvaza açılanda artıq mikrodalğa vurulurdu işləməyə. Səsə bayıra gedirdi. Həmişə deyirdi ki, mən darvazadan girəndə mama vurur, mikrodalğanı vurur ki, yemək isinsin. Çox kaprizm uşaqdır, xanımlar. Ola bilsin ki, gəri yemir, deyir, iştahım yoxdur, əli yemirəm. Amma o yemək orada vurulmalıydı. Yəni ki, o 6-ya qədər mən rahat videolarımı çəkirdim. Amma indi evləndən sonra oğlum iş rejimini dəyişib. Saat uzağı 5-də evdə olur, bəzən 4-də evdə olur. Məsəl üçün, indi evdə gəlim var. Mən deyim ki, yox, mətbəxə girməyin, yox, vanna otağına girməyin, mən burada video çəkirəm, məsələn. Olmur axı. Onlar da düşünürəm. Bəlkə, məsəl, gəlini narahat edirəm. Məsəl üçün, istəmirəm axı, mən hər kəsi düşünürəm. Məsəl üçün, yoldaşı gəlir, yoldaşı üçün nəsə hazırlayır, məsəl üçün, mətbəxdə. Mən deyim, yox, sən çəkir, mən ancaq öz işimi görürəm. Düz deyim, mən də onlar üçün görürəm. Amma yenə də mən hər kəsi düşünürəm. Mən hüzuru sevən insanam. Nəvəm var. Məsələn, nəvəmə, nə qədər nəvəm sakit dursun ki, mən video çəkirəm, ya neynəsin. Ona görə alınmır təmizlik videolarımı çəkmək, gözəl xanımlar. Ona görə təmizlik videolarım çox, hələ də izlənmir. Yəni, bu qədər də. Xanımlar, bunun da qapağını Məlik sındırır, Məlik Məmməd. Hələ bu qədər də izlənməməyə rağmen, məsələn, görək görmürəm da açığı. Yoxsa hər zaman mənim evimdə gördüyüm işlərdir. Mən də maşallah, gəlinim məndən təmizkardır, gəlinim məndən də qoçaqdır. Heç elə olur ki, Günay deyim ki, bu işi görmədə qalsın, sabah gör. Neynəm? Mən bir də baxıram ki, mən öz otağımdayam, montaj edirəm, neynirəm, o şirkətdə işimlə məşğulam. Çıxıram ki, Günay həmin işi görüb. Bəzən deyirlər, bəzi izləyicilər, mən deyirəm ki, biz gəlin qaynana bir-birimizdən çox razıyıq. Yəni, buna da qayna olmurlar, deyirlər ki, rəylərdə oxumusunuz bəlkə də o cür rəyləri. Onu gəlindən soruşmaq lazımdır. İndi söhbət Günaydan getmir, hər hansı bir gəlin olur olsun. Yəni, bu cür qaynana münasibətindən sonra həqiqətən də kənarda qaynana pisləyərsə, deməli, ondan kör insandır.
Mən nə deyə bilərəm ki? Mənim vicdanım təmizdir, vicdanım rahatdır, elə rahatdır, elə rahatdır ki. Allahım da, yəni xanımlar görürsüz, artıq səhərdir, işıq, günəşin işığıdır. Pərdəni çəkmişəm, günəşin işığı düşür. Burada da artıq qalan paketdə, pingvin paketdə falan olan hamısını yığıram. Bunlar gedir, böyüklər gedir balkona. Belə valla, birdən Günay nəsə iş gördüm, Günay yorulursan. Bu yarısın bu ilə yarısın. Ay mama nə var orada ye? Heç inanın ki Günay bu işlərin heç birini qoymur mən görməyə. Sadəcə mən özüm istəyirəm görmək, təbii ki görürəm, video da çəkirəm. Deyirsən öz işinlə məşğul ol, onsuz da yorulursan, beynin, zeynin yorulur, əsəbləşirsən telefonda, rəylərlə, nə bilim bu şirkətdəki işlə, bu qeydiyyat edirsən, buna sifariş edirsən, zaten sən işləyirsən də. Bu nədir ki mən bunu edəcəm? Mən deyirəm yox. Yəni mənim gəlinim zaten, yəni mən keçən videoda da dedim, vallah, mən hər zaman deyirdim, onu pis başa düşürdülər. Mən deyirdim ki, mən gəlinimin həyatdakı ən böyük şansıyam. Bu demək deyil ki, həyatda ən yaxşı mən gəlinim, ən yaxşı olan mənəm. O bilmək olmaz, bəlkə də elədir. Amma bunu o mənada deyirəm ki, hər kəsin anası zaten yaxşı olmalıdır. Yəni ana niyə pis olmalıdır ki? Təbii ki pis analar var, amma niyə olmalıdır? Həyat yoldaşı niyə pis olmalıdır? Həyat yoldaşı tamam pisdir ha. Biz onu yaxşı bilib gedirik də. Hamı ailə qurur. Həmin insanla bir ömür birlikdə yaşamaq istəyir. Yəni həyat yoldaşı yaxşı olmalıdır da əslində. İndi pisdirsə o başqa şey, ana pisdirsə o başqa şey. Amma qaynana yəni yaxşı olmaya da bilər. Əgər yaxşıdsa bu gəlinin şansıdır. Günayda mənim şansımdır valla. Cəmiyyət pozulub. Sosial şəbəkələrdə ilahi xanımlar, ilahi bir dənə rəy yazmağıma peşmanam. Necə mənə təhqir edirlər. Hələ siz cahilləri boş verin. Başına hicab bağlayanlar necə gəlib tərbiyəsizlərin haqq qazandırır məni necə təhqir edirlər. Yəni mən dəhşət içərisindəyəm. Belə. Ona görə də elə mənim gəlinim də mənim ən böyük şansımdır. Mən onu həmişə deyirəm ki, o bir məsəl var, deyir, ölünü öz başına buraxmaq olmaz. Deyir də, el arasında belə bir söz var, həqiqətən elədir. Şansa buraxmaq olmaz. Ay qaynana insan olsun, gəlin insan olsun, bir-birinə yola getsin, oğul neynəsin, yox. Oğul birinci öz hökmlü olmalıdır ki, pis ana, pis həyat yoldaşı da öz yerini bilsin. Yaxşı olanlar o başqa, o da insandılar, o ayrı. Ona görə mən deyirəm ki, kişilər də birinci günahkar. Bəzən deyirlər qadın düşməsən, yox, mən kişilər deyirəm. Kişilərin genetikası dəyişib sanki. Xanımlar, bu sonra mən fark etdim ki, bu kofe üçündür. Amma Məlikə belə balaca yaxşıdır da. Uşaq da şirin çay zat, biri görsünüz dəyir, tökülür, neynir. Ona görə də böyük stəkanda gücü çatmır, ona görə belə aldım. Keçən videoda görmüşdünüz də. Yəni ki, kişilərin sanki genetikası dəyişib, kişilərin qısqanclıq duyğusu itib. Nə bilim, kişilər qadınların əlində oyuncağa çevrilib. Ağa, kişi olsa, o qadın da indi qanı xarabdırsa da, heç olmasa ola bilməz qorusundan. Ay deyirlər, yox, onu da əzbərləyiblər, qorxu olmamaq, xeyr. Allahdan uca yox, varlıq yoxdur. Allaha sevgimizlə də yönəlməliyik, qorxumuzla da yönəlməliyik. Ona görə elə hökmdə olmalıdır. Kişilər hökmlü olmalıdır ki, qadınlar yerini bilsin. Belə. Cəmiyyət çox pozulub. Mən, yəni gecə-gündüz dərd məni öldürür. Mən bu iki balam. Qız anaların pisinə gəlməsin. Və hər kəs ait deyil. Oğlanlar da pisdir, oğlanlar da pis deyirəm də. Deyirəm ki, qısqanclıq duyğularını itiriblər. Kişiliklərini, xarakterlərini itiriblər. İndi bu demək deyil ki, mənim də oğlanlarım elədir. İndi qızlar da pis deyəndə kimin qızı qəşəngsə niyə özünə götürür ki? Bu pis qızlara, pis oğlanlara aiddir. Belə gözəl xanımlar. Bunlar da gedir balkona. Deməli, biri undur, biri şəkər tozudur. Bu da Günay padvaldan tapdı, gətirdi mənə. Bu belə bilirsiniz, belə şəkilli üstü mən sevmirəm. Onu təmizləyəcəm sonra da. İndi əlavə etdim, yorğun idim. Axşamdan səhərə xanımlar. Hamısını bir-bir sil, yığ.
kamera ilə deyirəm də, arxa kamera ilə çəkirəm, ayarlayıram, gəlirəm, baxıram, yox yaxşı, məsəl üçün bəzən uyğunsuz geyimdə oluram, istəmirəm düşüm, sadəcə əlim düşsün. Xanımlar, artıq yeməyə başlayıram, bişirməyə, yeməyin hazır formasını sizlərə göstərirəm, sizlərlə sağollaşıram. Təbii ki, uşaqlarımın hər zaman yediyi, deməli, göbələkdir. 1 kilo göbələkdir xanımlar, 2-də qaymaqdır, 250 qram pendirdir, 1 kusok da sinə ətidir. Belə, hər birinizi öpürəm, Allah amanında qalın, Allah əmanət olun. İnşallah yeni videolarda görüşərik. Amma ürəyim o qədər doldu. Elə söhbət eləmək istəyirəm. Amma istəyirəm mən həmin videom izlənsin ki, mən, yəni, necə deyərlər, səsimi çatdıra bilim insanlara. Belə, maarifləndirici söhbətlər etmək istəyirəm. Mən önəmli olar istəyirəm, onlar izlənsin. Yəni, onların insanlara daha çox xeyri var. Bu demək deyirəm, mən ağıllıyam, nəsə edirəm. Biz hər birimiz bir-birimizdən götürə bilərik. Hər birimiz bir-birimizdən nəyisə öyrənə bilərik. İndi mənim əlimdə bu imkan varsa, 5.000, 10.000 insan o səsimi çatdıra bilərəm də. Amma nə yazıq ki, o cür videolar insanlara sərf etmədiyi üçün izləmirlər. Öpürəm gözəl xanımlar, hələlik.